Həyatda o əldə etdiyiniz nələr ki var ha, hamısı sınaqdır. Nə uğurlar var, nə qazanclar var, nə bilim, nəyiniz var həyatda, hamısı sınaqdır. Yoxlayır Allah gömücə parçasını. Dünyanı, ömrü, əlimizdə olan maddi nemətləri üçlük aspektindən baxıb təhlil eləyək. Nədir o üçlük aspekti? 1. Dünya fanidir. 2. Müxtəlifliklər, dəyişikliklər. Əleyhissalam demişkən, Əd-dəhru yevman. Bu həyat ikilikdən ibarətdir. Yevmun lək və yevmun aleyk. Bir gün leyhivədir, bir gün aleyhivədir. Bir gün belə gəlir, gülür üzvə, bir gün biraz tərs-tərs baxır üzvə. Müxtəlifliklər. Əlində olan bu gün var, sabah çıxır. Sabah qayda da bilər. Görürsən bir adam sərvətlidir, birdən-birə düşür, müflis olur. Sonra 5 ildən sonra baxsan yenə əvvəlki vəziyyətə qayıtdı. Müxtəlifliklər. 2 budur. 3 nədir? Qəfil hadisələr. İnsan heç aman da vermir ki, düşünəsən. Bir qəfildən bir hadisə çıxır ki, bütün planlar dağılır. Dünyanı bu üçlük aspektindən təhlil edin. Dünya budur. Yəni dünya bu. Çox maraqlı. Məsələn, səndə olan bir vəzifə, kimsə bir vəzifəsi var o. Yüksək bir vəzifəsi var. Fanidir. Fani nə mənada? Fani yəni hər şey demək deyil o vəzifə. Vasitədir. Onu Allah mənə məsələn belə deyək də, indi bəzi məqamlarda Allah bir nəsib eləyir bir nəfərə vəzifə. O mənə nəsib olubsa, ona görə nəsib olub ki, Allah məni yoxlamaq istəyir, sınaqdan keçirmək istəyir ki, özümü necə aparacam. Bu vəzifə sınaqdan keçmək üçün vasitədir. Həyatda o əldə etdiyiniz nələr ki var ha, hamısı sınaqdır. Nə uğurlar var, nə qazanclar var, nə bilim, nəyiniz var həyatda, hamısı sınaqdır. Yoxlayır Allah gömücə parçasını. Desən Allah bilmir, bilir. Amma sənə də başa salmalı, sən busan. Nə qazanmısınızsa sınaqdır. Yoxlayır Allah sizi, sınaqdasınız. Həyat sınaqdan ibarətdir. Siz elə bilmin, sınaq qutardı, getdi. Xeyr, öləndə sınaq imtahan bitir. Keçid edirsən başqa bir aləmə də. Ora sınaq aləmi deyil. Çox maraqlı aləmdə yaşayırıq. Həyatımız bundan ibarətdir. Nə veriblərsə bizə, hamısı bir sınaqdır ki, Allah deyir, mən sənə başqa bir şey vermək istəyirəm. Bu vasitədir. Mən sənə bunu özü üçün verməmişəm. Bu özü mənim üçün, sənin üçün hədəf olmamalıdır. Səni aparan olmalıdır, vəsilə olmalıdır, vasitə olmalıdır. Eynilə Quran məntiqi, ayə baxın. Nə qəşəng ayə. Fəəmməl insan izə məbtəlahu rabbuhu fəəkrəməhu və nə'ammahu fəyəqulu rabbi əkrəməni. Elə ki, biraz insana Allah ehtiram elədi, nəsə verdi, neymət verdi, tez başlayır. Allah məəzzizləyir. Ayə bax. Allah məəzzizlədi. Və əmmə izə məbtəlahu fəqədərə aleyhi rizqah fəyəqulu rabbi əhanəni. Elə ki, bir şey ondan alıram, deyir, Rəbbim məni alçaltdı. Verəndə deyir, əzizlədi, alanda deyir, alçaltdı. Nə verəndə əzizlədim, nə alanda xar etdim. Hamısı imtihandır. İmtihan edirəm səni. Kəlla, düşüncələrin səhvdir. Xət çəkdi Allah düşüncənin üstündən. Sənin neymət və bəlaya olan davranışın və münasibətin ya səni əziz eləyəcək, ya xar eləyəcək. Sən ya əziz eləyəcəksən o neymətlə münasibətdə, ya o bəla ilə münasibətdə, davranışda, ya xar eləyəcəksən, bu ikisi qalıb. Verilən neymətlər hamısı vasitədir Allaha qovuşmaq üçün. Verilən neymətlər hamısı vasitədir Allaha qovuşmaq üçün.